Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Məktəb dərslikləri əsasında hazırlanmış idiomlar, proverb, atalar sözləri və phrasal verblər də bilirsiniz ki, söz önlü feillərdir. Hansı feillər ki, söz önlü işlənir. O feillərə biz phrasal verblər deyirik. Və xüsusilə də bunları yadda saxlamaq çətindir bilirəm. Və ümid edirəm ki, bu testləri işləyib idiomları daha yaxşı yadda saxlayacaqsınız və sizə də imtahanda kömək olacaq. Okey, başlayaq. Xüsusilə də belə testləri etmək üçün situasiyalar lazımdır ki, idiomları, belə deyim, onsuz da idiomlar frazoloji məna verir, yəni hərfi məna vermir. Figurative meaning var, yəni idiomatik mənası var, məcazi mənası var. Ona görə də onları cümlə içində öyrənmək, yaxud da mətn situasiya içində öyrənmək daha faydalıdır. Məsələn, birinci cümlədə, birinci testdə bizə belə bir situasiya verilib. After several warnings about his attitude, münasibəti ilə bağlı, münasibət deməkdir, davranışı ilə bağlı bir neçə xəbərdarlıqdan sonra his boss gave him a final ultimatum. Onun müdürü ona sonuncu ultimatum deyirik biz də Azərbaycanda, yaxud da deyirik sonuncu xəbərdarlığı verdi. İndi neynə ki, yoxsa sən you will be replaced, yəni çıxarılacaqsan, yenisi ilə əvəz olunacaq, başqa işçi gələcək. Yəni belə bir xəbərdarlıq verib ona. Nə deyə bilər? Easy does it ehtiyatlı ol deməkdir. Be careful feilinin sinonimidir. Easy does it ehtiyatlı ol. Haste makes waste. Tələsən təndirə düşər. Belə bir situasiya oxumadıq. Shape up or ship out. Bizim belə bir keçmiş 9-cu sinifdə belə bir idiomumuz var idi. Ehtiyatlı ol, daha doğrusu özünə çəki düzən ver, yoxsa çıx get. Belə bir idiom var. Kimə ki xəbərdarlıq vermək istəyiriksə, davranışı ilə bağlı, nizam-intizamı ilə bağlı, yaxud davamiyyəti ilə bağlı ola bilər, yəni müxtəlif situasiyalar ola bilər. O zaman biz bu idiomdan istifadə edirik. Shape up or ship out. Ya düzəl, ya da çıx get. Elə C variantı doğru variantdır. Mind your own business, get öz işinlə məşğul ol deməkdir. Bu da bu situasiyaya uyğun gəlmir. Deməli, bir də oldu doğru cavab C. İkinci situasiya. The manager always praises Mark because he is very attentive and always catches problems before they happen. Mark is really... Menecer həmişə deyir Markı tərifləyir. Çünki o çox diqqətlidir, həmişə problemləri baş verməzdən öncə tutur, tapır. Çünki Mark həqiqətən də necədir? Banana. Banana, banan bu banan deyil bildiyimiz, çünki biz idiomlardan danışırıq. Əsəbi olmaq, dəliyə dönmək mənasındadır. Yəni bura uyğun gəlmir. A cup of tea, bu da idiomatik bir məna daşıyır. Yəni bildiyimiz bir qəhvə, bir çay, fincan çay mənasında deyil. A cup of tea mənim işimdir, mənlik deyil. Biz bu zaman a cup of tea-dən istifadə edirik. B variantına da uyğun gəlmir. On the ball, çevik, gözü açıq, qoçaq, bacarıqlı mənaları var və məhz bu cümləyə, məhz bu situasiyaya tam da uyğun gəlir. Çünki deyir ki, problemləri öncədən görür, diqqətlidir, göz açıqdır. Bəli, C variantı düzdür. A piece of cake çox asan deməkdir. Very easy. Two peas in a pod. Bu da bir almanın iki yarısı, nə bilim, həmişə bir yerdə gəzən cütlük mənaları var. Köhnə 9-da var idi bu da. Bura uyğun gəlmir. Doğru cavab oldu C variantı. Üçüncü testdə what does the idiom keep an eye on? Belə bir idiomumuz var. Keep an eye on. Nə deməkdir? Ignore something. Bir şey məhəl qoymamaq. Xeyr, əksinə bunun antonimidir. Ignore something, bir şey məhəl qoymamaq, göz ardına vurmaq. Keep an eye on antonimidir. To watch something carefully. Bəli, bu B variantı düzdür. To watch, to observe, to supervise. Bax, bu feillər də verə bilər watch-in əvəzinə. Bir şeyə diqqətlə baxmaq, ehtiyatla nəzarət eləmək, ehtiyatla, diqqətlə müşahidə etmək mənaları var. B variantı düzdür. İstənilən bir situasiyaya uyğun gələ bilər. To close your eyes, gözlərini bağla. To go to sleep, yatmağa get. Be blind, kör olmaq. Heç bir uyğun gəlmir. Doğru cavab həqiqətən də B variantıdır. 4. Which of the following best explains the idiom from rags to riches? From rags to riches bizim 10-cu sinifimizdə
Philanthropist bu xeyriyyə dərsi var yadınızdadırsa. Ə, orada ifadə olunan bir mətn içində var. Deməli bu video üzr istəyirəm. A person who loses all their money. Ə, öz təmiz bütün pulunu itirən adama deyilir. Yəni bütün var dövləti itirən adama bunu ifadə vermir. Bu ifadəni vermirik. A person who becomes rich after starting out poor. Kasıblıqdan başlayıb varlı olan şəxs. Elə tam da bu idiomun açılışı definitionıdır. From rags to riches kasıblıqdan zənginliyə doğru deməkdir. Mətndə də öz tam situasiyasını veriblər. Hacı Zeynalabdin Tağıyev mətni var. Orada o necə kasıblıqdan gəldi, varlı, zəngin oldu, nə bilim quyu qazdı, quyudan neft çıxdı. Yəni yavaş-yavaş bu zənginliyə doğru pilləni ifadə ediblər, orada göstəriblər. Məhz elə bu idioma uyğun gəlir. B variantı düzdür. Məsələn, C variantında a person who wears fancy clothes uyğun gəlmir. A person who is born into a wealthy family. Wealthy family yox, poor family olsaydı düz ola bilərdi məsələn. Doğru cavabımız B-dir. 5-də what did Jason most likely do? Əsasən nə eləməyi çox xoşlayır? Jason failed his first exam because he didn't study much. Birinci imtahandan kəsildi çünki çox oxumamışdı. For the next test, növbəti test üçün he decided to double down. Bax, bizim bu da 10-cu sinifdə səhv etmirəmsə olmalıdır. Double down phrasal verbimiz var. Bu nə deməkdir? He dropped the class. Dərsləri buraxırdı. Drop buraxmaq deməkdir. Miss eləmək, buraxmaq. He continued not to study. Oxumamağa davam elədi. Yenə də davam edirdi ki, oxumasın. He studied even harder for the next exam. Bəli, C variantı düzdür. Double down nəyisə qarşı səyi, effortu, cəhdi, əziyyəti artırmaq deməkdir. C variantı düzdür. He asked for a retake without preparing. Bu da uyğun gəlmir. Belə deyək də təxirə salır, hazırlaşmamağı, belə deyək də, hazırlaşmamaq üçün müraciət edir, xahiş edir. Bu da uyğun gəlmir. C variantı düzdür. 6-cı testə baxırıq. Fill the gap with the proper phrasal verb. Yenə də phrasal verb axtarırıq. It is important to neynəmək vacibdir ki, yourself, özünü. When someone treats you unfairly, kimsə sənə qarşı adil davranmayanda, ədalətsiz davrananda, ədalətsiz fikirləşəndə neynəməlisən? Vacibdir ki, bəli, A variantı düzdür, öz müdafiənə qalxasan. Stand up for 10-cu sinifin 1-ci unitində əskərlərimiz müdafiəyə qalxdılar, yadınızdadırsa, belə bir mətn var idi. Stand up for, nəyinsə müdafiəsinə qalxmaq. A variantı düzdür. Pəs sürü ötüb keçmək deməkdir. Long for, həsrətlə gözləmək. Focus on, diqqətini cəmləmək. Sum up da ümumi son nəticəni vermək, calculate eləmək, hesablamaq deməkdir, uyğun gəlmir. A variantı düzdür. 7-ci testdə isə bizə provide, yəni təmin etmək feilinin doğru işlənmə versiyası, yəni hansı söz önü ilə işlənir, bax ona baxacağıq. The school provided the students with new books. A variantı düzdür. Məktəb uşaqları yeni kitablarla təmin etdi. Provide with belə bir ifadəmiz var. Provide someone with something. Hətta belədir. Kimisə nə eləsə təmin eləmək. Məsələn, B variantında provide feilini to sözünsü ilə veriblər, yanlışdır. C-də by ilə veriblər. D variantında school was provided from the new books, bu da səhvdir. Məchula salıblar, yanlış salıblar. Eləcə də onunla veriblər, yenə də yanlışdır. Demək ki, provide with sözünsü ilə işlənməlidir. 8. If someone is criticizing a new company policy, it means əgər bir kimsə şirkətin yeni qayda qanunlarını tənqid edirsə, bu o deməkdir ki, o neyniyir? He wants to solve a difficult problem. Çətin bir məsələni həll etməyə çalışır. O şirkəti dəstəkləyir. Has an axe to grind. Həmişə əlində belə baltası var demək. Yəni nə deməkdir? Həmişə complain eləyir, həmişə şikayət edir. Bax, criticize eləmək, tənqid eləmək, şikayət eləmək deməkdir. C variantı düzdür və bizə doğru idiom lazım idi. Elə C variantı doğrudur. Is preparing for hard work. Çətin bir işə hazırlaşır, olmayacaq. Heç biri uyğun gəlmir. Əgər bir kimsə şirkətin yeni qayda qanunlarından gilə-güzar edirsə, həqiqətən də o complain etmiş olur. Yəni, he has an axe to grind olacaq. C variantı düzdür.
9-da bizə bir situasiya veriblər. Oxuyub baxmalıyıq ki, hansı ifadə düzgün gəlir. You are a team leader at work. İşdə sən komandasan, komanda rəhbərisən, lidersən. One of your team members, Sarah, has been missing deadlines and seemed distracted during meetings. Sarah, işçilərindən biri, komanda üzvlərindən biri olan Sarah, deadline son tarix deməkdir. Yəni verilən taska, hər hansı bir task tapşırığa verilmiş deadline, yəni son müddət. Məsələn, biz sizə sınaq veririk ki, sonuncu gün bazar gündür. Məsələn, bu nədir? Deadline-dır. Son günü ötürüb, yəni çata bilməyib, hətta məsələn seems distracting. Mitinqlərdə, görüşlərdə, iclaslarda fikri yayınmış görünür. Fikri distracted, fikri yayınıq deməkdir. This is unusual for her. Bu onun üçün yəni qeyri-adi bir şeydir. Çünki o əsasən etibarlı adamdır, diqqətli adamdır. The rest of the team is angry about her. Komandanın qalan hissəsi, rest of the team komandanın geridə qalan hissəsi deməkdir. Ona əsəbidir də belə deyək. Amma məsələni həll etmək üçün qərar verməzdən öncə what is the best course of action that demonstrates the principle of, yəni belə bu prinsipi nümayiş etdirmək üçün ən yaxşı yol putting yourself in someone's shoes. Yəni biz bu ifadənin indi ən yaxşı situasiyasını tapacağıq cümləsini. Putting yourself in someone's shoes nə deməkdir? Özünü başqasının yerinə qoymaq, empati qurmaq. Putting yourself in someone's shoes. Okay, görək bu hansı cümlədə özünü tapır. Call a team meeting. Call a meeting. Görüş təyin eləmək, iclas çağırmaq, iclas təyin eləmək deməkdir. Yəni arrange var ha. Yəni nə isə təşkil eləmək. O sözlə bərabərdir. Call a meeting. Bu da var dərsliklərdə. Bir görüş təşkil eləmək, iclas təşkil eləmək. And ask Sarah to explain herself in front of everyone. Hər kəsin qarşısında xahiş eləyək ki, Sarah özünü izah eləsin. So, bəlkə komanda onu başa düşər. Hər kəsin qarşısında bu onu məyus etmək deməkdir. Yəni kimisə komanda qarşısına çıxardıb deyirsən ki, dərdini danış görək sən niyə belə bir səhv eləmisən. Bu onu yalnızca upset eləyə bilər, məyus edə bilər. Anı çıxırıq. Immediately issue a formal warning to Sarah for poor performance. Sarah'nın bu zəif performansına görə ona qarşı rəsmi bir xəbərdarlıq yazmaq lazımdır, qeyd eləmək lazımdır. Bu da səhvdir. Arrange a private meeting. Baxın, açar söz budur. A private meeting with Sarah to express your concerns. Yox, her concerns olsa yaxşı olardı. Ask if there is something going. Ardını oxumayacağım. Deyir ki, Sarah üçün şəxsi, özəl bir görüş. Bunu da əlbəttə kim eləyəcək? Müdir eləyəcək. Müdir onu çağıracaq otağına və dərdini danışacaq. Concerns, nigarançılığı, narahatçılığı nədir? Özünü ifadə eləsin. C variantı düzdür. Bəlkə biz onu başa düşəcəyik. Bax, burada ardı da var. If there is something going on that might be affecting her. Bəlkə nəsə elə bir şey var ki, onun işinə təsir eləyir. Yəni biz Sarah'nın vəziyyətinə başa düşməyə çalışaq. Onunla bir görüş təşkil eləyək, dərdini anlatsın, görək nədir axı. Demək ki, biz özümüzü onun yerinə qoyuruq. Onu başa düşməyə çalışırıq. C variantı doğrudur. Ignore the issue now, for now and hope she improves. Bu dəfəlik deyir, məhəl qoymayaq məsələyə və ümid edək ki, o özünü dəyişəcək, düzəldəcək, inkişaf etdirəcək. Demək ki, bu situasiya üçün biz C variantını seçdik. Ona baxırıq. Which of the following situations best represents someone who is pushing the limits? Okay, bəs push the limit nə idi? Sərhədləri aşmaq deyə bizim limitləri aşmaq deyə bir idiomumuz var idi. Bax, həmin idiomdur bu. Görək hansı cümləyə uyğun gəlir. Student who studies only what is required for the test. Test üçün yalnızca nə tələb olunursa, bu adam onu oxuyur. Yəni nədir? Standart oxuyur, çərçivə içindədir, standartdan kənara çıxmır yəni. Bu bizim idiomumuzun antonimidir. An athlete who trains harder every day to break a world record. Dünya rekordunu qırmaq üçün atlet hər gün daha çox çalışır. Bəli, B variantı düzdür. Burada da hard zərfinə fikir verin. Hard burada zərfdir və biz bura hardly vermirik. Hardly çünki inkar mənadadır. Elə bizə harder lazımdır. Hətta bayaqlarım idi, səhv etmirəmsə double down. Double down nədir? Bax, həmin bu situasiyaya da uyğun gəlir. Səyini artırır, daha çox çalışır ki, dünya rekordunu qıra bilsin. Yəni, push the limits.
limiti aşır, limitdən daha çoxunu eləyir, standartdan kənara çıxır. B düzdür. A person who sticks to. To stick to. To stick to nə idi yadınızdadır? 7-də səhv etmirəmsə, yoxsa da 8-də. Stick to, orada rutin dərsimiz var idi bizim. Bir şeyə bağlı olmaq, asılı olmaq, yapışıb da, yəni bu öz daily rutinindən əl çəkmir. Ona sadiqdir. Yəni kənara çıxmır. C variantı səhvdir. A musician who only plays easy songs. Yalnızca asan mahnılar çalan musiqiçi, bu da yanlışdır. 11'e baxırıq. What does the phrase a sense of belonging, a sense of belonging. Bu da 10-cu sinifimizdə var. Ən yaxın mənası nədir? A sense of belonging. Aid olma hissidir. Bir yerə məxsus olma hissi deməkdir. Owning a piece of land. Biraz torpağa sahib olmaq. Xeyr, bu yanlışdır. Belə bir izahı yoxdur. Feeling connected and accepted by a group. Bəli, eynən elə kitabda verilən izahdır, definitiondır. Özünü bağlı, əlaqəli hiss eləmə və bir qrup tərəfindən qəbul edilmə. Bəli, B variantı tam da doğru cavabımızdır, yəni closely meaning. Being left out intentionally, yəni niyyətli, məqsədli şəkildə kənarda buraxılma, yəni içəri alınmama, yəni türklər demiş dışarıda qalma. Yəni komanda içinə salınmır kimdisə. Traveling to new places frequently. Tez-tez yeni yerlərə səfər edir, uyğun gəlmir. Moving to a new city and not talking to anyone. Başqa şəhərə köçmək, heç kimlə danışmama. Bu da antonim hesab edilir. Demək ki, doğru cavabımız oldu B variantı. 12. Səsimə görə üzürlü sayın. Bir qədər səsim boğuqdur. Give the closest meaning of the mentioned verb. Verilən, yəni qeyd edilən, mentioned, yəni vurğulanan deməkdir. Vurğulanan feilin ən yaxın mənası, yəni sinonimi nə ola bilər? Figure out, bilirik. Figure out, başa düşmək, dərk eləmək deməkdir. O da C variantında var. Memorize, yadda saxlamaq, calculate, hesablamaq, forget, unutmaq, ignore, məhəl qoymamaq heç bir uyğun gəlmir. Doğru cavabımız C variantıdır. Understand, figure out, get something. 13-də də yenə də qeyd olunan feilin yaxın mənasını, yəni sinonimini axtarırıq. On weekends we usually hang out. Hang out 6-cı sinifdən tutmuş ta üzü 11-ə qədər demək olar ki, bütün dərsliklərdə vurğulanmış bir phrasal verbdir. Hang out kimləsə vaxt keçirmək. Kimləsə vaxt keçirmək, çölə çıxmaq, çöldə əylənmək, hətta demişdik verilləmək mənası da var. Okay, exercise idman eləmək, istirahət eləmək, run qaçmaq və səfər eləmək yox. Spend time olacaq. Hangout bərabərdir spend time-a. İmtahana düşmə ehtimalı olan feillərdəndir. Yadda saxlayaq. C variantı düzdür. 14. What does the given sentence mean? Verilən cümlə nə məna verir? The team was ready to dive into the project as soon as the meeting ended. Dive into, to dive into'nun bir həqiqi real mənası var. Bu suya baş vurmaq deməkdir. Bir mənası isə, yəni idiomatik mənası isə bir şeyi dərindən investigate eləmək deməkdir. Bir şeyi indi burada cümlələr veriləcək, ifadələr verilib, ona da uyğun olmalıdır. Deyir ki, məsələn, komanda proyektə baş vurmağa, proyekti həvəslə başlamağa hazır idi. Meeting qutaran, iclas qutaran kimi. Okay. A variantında deyir delay starting, başlamanı delay eləmək, yəni təxirə salmaq. Xeyr. Approach patiently, səbirlə yanaşmaq. Xeyr. Start reading eagerly, eagerly həvəslə deməkdir. Oxumağa, yox, burada start working olsa daha yaxşı olar. Burada kitab oxumaqdan söhbət getmir çünki. Start working dersək daha yaxşı olur. İşləməyə həvəs, işləməyə həvəslə başlamaq. Okay. İşləməyə həvəslə başlamaq C variantı düzdür. Put it aside bir şey kənara qoymaq deməkdir. Tamamilə məhəl qoymamaq, bu da uyğun gəlmir. C variantı düzdür. What is the closest meaning to the idiom take your nose out of the book? Take your nose out of a book bir şeyi dayandırmaq, neysə eləməyə dayandırmaq, artıq stoplamaq. Focus more on your studies. Xeyr, bir şey deyir, sən dərslərinə, təhsilinə, yaxud da hər hansı bir araşdırmaya fokuslanmaq, daha da fokuslamaq. Xeyr, bu deyil. Become more imaginative, daha da xəyalpərəst olmaq, daha da kreativ olmaq. Xeyr. Stop reading. Bəli. And pay attention to your surroundings. Bəli. Oxumağı dayandırmaq
təhsil almağı dayandırmaq və daha çox ətrafındakılara diqqət yetirmək. C düzdür. Start a new book, yeni kitab oxumağa başlamaq səhvdir. To read eagerly, həvəslə oxumaq. Bunda çıxırıq, əksidir, antonimidir. Okay, 16-cı situasiyanı oxuyaq. Maria has been working really hard on a big presentation for 2 weeks. 2 həftədir ki, Maria böyük bir təqdimatın üzərində həqiqətən çox çalışır. The day before, bir gün öncə she supposed to present it. Artıq onu təqdim etmək ərəfəsində idi. Her manager tells her it has been cancelled. Has been deməsək də, had been desək daha yaxşı olar. Gözümüz zaman uzlaşmalarına gelişir. Had been cancelled. Çünki cümlənin bir tərəfi keçmiş zamandadırsa, amma burada tells var axı. Elə tells varsa has been olmağa yaxşıdır. Söhbət indiki zamandadır. Had been olsaydı, bəli. Told olsaydı, bəli, had been eləyəcəkdik. Tells da belə necə belə qalsın. Və ona manager deyir ki, bu presentation artıq ləğv edilibdir. She sighs and tells her friend, məyus olur və dostuna deyir ki, I know things like this happen, but it is really starting to get me down. Başa düşürəm ki, belə hadisələr ola bilər, amma bu mənə həqiqətən də məyus eləməyə başladı, məyus elədi. Get someone down, put someone down, kimisə məyus eləmək, həvəsdən salmaq deməkdir. İndi deyir ki, it's really starting to get me down nə deməkdir? Bunun definitionunu tapaq. She feels motivated. Xeyr, motivated olmur, unmotivateddir. Anı çıxırıq. She feels happy. Xeyr, unhappy oldu. Frustrated or discouraged. Bəli, elə C variantı düzdür. Əsəbləşir, həvəsdən düşür. Excited yenə də buna uyğun gəlmir. Həyəcanlanır yeni proyektini başlamağa. Bu da yanlışdır. C variantı düzdür. Okay, indi burada verilən bir cümlə var və deyir ki, Sara nə istəyir? Asking for. Sara nə üçün, nəyə xahiş edir? After the meeting, Sarah asked the manager to explain whys and wherefores. 10-cu sinifdə olan bir ifadədir. 10 yox, hətta 11-də. Whys and wherefores. Bir şeyin səbəbləri, arxasında gizlənən real səbəblər, nədənləri. Whys and wherefores. Bu nə deməkdir? A copy of the new policy. Yeni qayda qanunların bir nüsxəsi. Xeyr. Reasons behind the policy changes. Bəli, dəyişən qayda qanunun arxasında gizlənən real səbəblər, reasons, səbəblər, behind the reasons, daha doğrusu reasons behind the policy ilə bu deməkdir ki, bizim hər hansı şirkətimizdə deyək ki, bir qayda qanunlar, polisi qayda qanun deməkdir, siyasət dəyişikliyi olubdur və onun whys and wherefore'larını axtarır. The schedule for implementing the policy, xeyr, həmin bu yeni politikanız, yeni belə deyək də, şirkət qayda qanunlarını tətbiq etməyin sxemi, cədvəli, bu da uyğun deyil. Bir də deyir ki, bu dəyişiklik üçün səs verən insanların siyahısını axtarır, xeyr. Doğru cavabımız oldu B variantı. 18. What does the idiom a one-way street? A one-way street sözünü biz qəşəng bilirik. İdiomdur, bir tərəfli, tək tərəfli verilən qərar, tək tərəfli münasibət deməkdir. A road with heavy traffic. Xeyr, bunun heç bir yolla, küçə ilə əlaqəsi yoxdur. Çünki real mənası yoxdur, idiomatik mənası var. Ağır tıxaclı bir yol yanlışdır, anı çıxırıq. A situation where both sides work equally. Elə bir vəziyyətdir ki, hər iki tərəf bərabər çalışır, xeyr, yanlışdır. A situation where only one person gives or benefits. Yalnız bir nəfər benefit götürür, yaxud da nəsə verir, alır, verir, qərar verir. Bəli, C variantı düzdür. Çünki burada where only one person qeyd olunubdur. A street deyir, yenə də bir küçədən danışmırıq. D variantı yanlışdır. Yenə də one way streetə aid bir test var. Deyir ki, illustrate, yəni harda daha yaxşı təsvir olunub one way street'in mənası. Two co-workers share ideas and help each other equally. Haradakı equally görsək, biləcək ki, bunun antonimidir. Əməkdaşlar öz ideyalarını bərabər şəkildə paylaşırlar, bir-birlərinə kömək edirlər, yanlışdır. A manager who takes credit for others work but never shares praise. Burada da bildirir ki,
Həmişə başqalarından məsləhət deməyim, tərif alır. Bax, take credit, bunun özündə idiomatik mənası var. Yəni o demək deyil, kredit çəkmək. Take credit başqalarından belə deyək, dəstək alır, tərif alır, amma heç vaxt başqa kimisə tərifləmir. Praise tərifləmək deməkdir. B variantı düzdür. A team where everyone contributes during meetings. Contribute töhfə verməkdir. Komanda həmişə töhfə verir görüşlərdə, yaxud da dostluq, harda ki, hər iki tərəf bir-birini dəstəkləyir. Yəni deyirəm, burada equal, each other, both sözlərini görəndə çıxacaq. B variantı düzdür. Yəni tək tərəfli münasibət var. What does idiom keep the ball rolling? Bilirik, bir şeyi davam etdirmək deməkdir. Continue feili ilə sinonimdir. C variantı doğrudur. Məsələn, A-da deyir ki, yeni bir şeyə başlamaq. Baxın, elə bunu da yeri gəlmişkən deyim. To start something completely new, buna take up deyə bilərik. Take up, yaxud da embark on. Bax, bunlar uyğun gəlir, qəşəng ifadələrdir. To stop a conversation politely, nəzakətli şəkildə söhbəti dayandırmaq yanlışdır. Mövzunu cəld şəkildə dəyişmək, bu da yanlışdır. Elə doğru cavab C variantıdır. 21-ə baxırıq. To be obsessed with bir şeyə, belə deyək də, asılı qalmaq, asılılıq yaranmaq, bir şeydə, necə deyim, əl çəkməmək, ona bağlı qalmaq. She was obsessed deyir ki, hə, indi deyir hansı cümlələrdə obsessed with doğru situasiyanı ifadə eləyir. Yəni işlənib cümlədə, amma həqiqətən düzmü işlənibdir. She was obsessed with finishing her work on time. Aha, deyir ki, o həvəslidir ki, yəni inadla öz işini vaxtında qurtarmaq istəyir. So she took a nap. Və beləliklə o getdi yatmağa. Uyğun gəlir, gəlmir. İşini vaxtında qurtarmaq istəyən yatmaz da, oyaq qalar. A yanlışdır. He is obsessed with soccer. O futbolla deyir məşğul. Futbol xəstəsidir də, belə deyək. Keen on var, bax ona uyğun gəlir də. He watches every match. O bütün maçları izləyir. Bütün komandalarının team merchandise. Merchandise bir şey, merchandising birisindən alan şeydir. Yəni o komanda ilə bağlı bütün əşyalar, məsələn, stikerlər, şəkillər, nə bilim, forma, nəsə də o onunla bağlı bütün deyir əşyaları, malları alır, toplayır, kollekt eləyir. Yanlışdır. Elə budur. B variantı düzdür. Yəni bağlıdır. Futbola bağlı adamdır, futbol xəstəsidir. B variantı elə ki düzdür. C-də deyir ki, I was obsessed with the noise. Mən səsə bağlıyam və ona görə də onu tamamilə məhəl qoymuram, rədd edirəm. C də yanlışdır. They are obsessed with cooking. Onlar deyir yemək bişirməyə xəstəsidirlər. Ona görə də heç vaxt yemək bişirmirlər. Bu da yanlışdır. Belə B variantı düzdür. 22-də deyir ki, he built a successful business at the expense of his health. At the expense of something öz ətlə işlənir, yadda saxlayaq. Nəyinsə bahasına deməkdir. O sağlamlığı bahasına uğurlu bir biznes qurdu. He improved his health to grow his business. Adı deyir ki, biznesini böyütmək üçün o öz sağlamlığını inkişaf etdirdi. Xeyr, yanlışdır. Əksinə bu sərf edib, qurban verib sağlamlığını. His health suffered. Elə suffer sözü, build success, suffer sözü var burada. His health suffered while he built his business. Öz şirkətini quran zaman onun sağlamlığı, belə deyək də, zərər, ziyan aldı, zərər yetirdi sağlamlığına. Bəli, məsələn, biz imtahana hazırlaşırıq, elədirmi? Öz sağlamlığımıza zərər yetiririk. Deməli, bu imtahan bizə at the expense of our health olacaq da, sağlamlığımız bahasına, belə deyək, başa gələcək. Yəni, uğurumuzu həqiqətən də sağlamlığımıza borclu olmuş olacağıq. Vaxtımıza, əsəblərimizə, elədirmi? Belə B variantı tam da bizə uyğundur. C-də deyir ki, he used his health to promote his business. Öz şirkətini önə çəkmək üçün öz sağlamlığından istifadə elədi. Bu bir qədər mənadan qaçır. His business failed. Burada da deyir ki, biznesi fail oldu, uğursuzluğa düçar oldu. Bu da yanlışdır. Elə doğru cavabımız B variantıdır. Həqiqətən də orada expense sözünü suffer sözünü əvəz elədi də, yəni məna uyğun gəldi. He give away sözündə bilirik. Gave away all his old clothes to charity. Xeyriyyəyə verdi, bəxş elədi, belə deyək, hədiyyə verdi, bağışladı öz geyimlərini, köhnə geyimlərini.
A-da deyir ki, onları itirdi, B-də deyir onları satdı, C-də deyir pul əvəzinə pul qazanmaq üçün onları verdi. D variantı donate. Donate elə ianə vermək deməkdir, bəxşiş kimi vermək deməkdir. D variantı düzdür. What does get rid of something? Get rid of something bir şeydən canını qurtarmaq deməkdir. İndi görək situasiyada necə verib bizə. Anna looked around her room and sighed. Anna deməli otağına baxdı və bu say sözünün dəqiq tərcümə bir belə deyək də bir ah çəkdi, bir iç çəkdi, bir fikrə daldı mənasındadır. Burada da mənada veriblər. Ə, Ətrafa baxdı otağında və bir iç çəkdi. They were clothes she hadn't worn in years. İllərdir geyinmədiyi geyimləri var idi. Broken gadgets and all books. Broken qırılmış elektronik ləvazimatlar, köhnə kitablar. Və o qərarı aldı ki, artıq onlardan, həmin şeylərdən qurtulmağın nə vaxtıdır, canını qurtarmağın vaxtıdır. Buy more things to add her collection. Kolleksiyasına yeni şeylər əlavə etmək üçün aldı. Yanlışdır. Clean her room without throwing anything. Öz otağından heç bir şey atmadan təmizlədi. Yanlışdır. Throw away or donate things she no longer needs. Artıq ehtiyacı olmayan şeyləri ya atır, throw away eləyir, ya kiməsə verir. Məsələn, bu get rid of o deməkdir, ancaq apardı, zibilə atdı. Kiməsə də verə bilər. Əsas odur ki, özündə qalmadı. C variantı düzdür. Hide her things under the bed. Yatağının altında gizlətdi. Bu da yanlışdır. Və sonuncu testimizə baxırıq. Read the situation below and choose the correct phrasal verb. Okay, görək bizə hansı phrasal verb daha çox uyğun gəlir. Emma was excited when she got a job offer from a big tech company. Böyük bir texnologiya kompaniyasının şirkətindən iş təklifi alanda Emma çox həyecanlı idi. Sevincli idi. Salary was good. Maaş yaxşı idi. The position matched her skills. Və pozisiya, vəzifə də onun bacarıqlarına uyğun gəlirdi. However, lakin after thinking about it for a few days, bir neçə gün düşündükdən sonra, she decided because she didn't want to relocate across the country, ölkəsindən dəyişmək istəmədiyinə görə belə bir qərar verdi bir neçə gün sonra. Neynəsin? Turn it down. Bəli, elə A variantı düzdür ki, həmin iş təklifini geri çevirsin. Turn down geri çevirmək və separable phrasallardandır. Yəni araya bir tamamlıq girə bilir. Turn it down tamamlığı feillə sözünün arasında verdik. A düzdür. Hang it out. Hang out dediyi çöldə vaxt keçirməkdir. Heç ümumiyyətlə bu uyğun gəlmir. Hang it out. It verilə bilməz orada. Deal with belə deyək, məsələni həll etmək mənasında da uyğun gəlmir. Go down dibə düşmək, aşağı düşmək mənasında yoxdur. Give it away. Bu da yenə də iyanə vermək deməkdir. Hədiyyə vermək. Uyğun gəlmir. Doğru cavab A variantıdır. Bu testlərin ardını sizin üçün hazırlayacağım tezliklə inşallah.